İran tam miqyaslı iqtisadi müharibə və təhlükəsizlik müharibəsi aparır. Lakin təzyiqlərə və böhranlara baxmayaraq İran öz gücünü və birliyini qoruyub saxlayır. Bunu İran prezidenti Məsud Pezeshkian deyib. Onun sözlərinə görə hökumət eyni vaxtda müharibə, sanksiyalar, müxtəlif təzyiq formaları və davam edən sui-qəsdlərlə, həmçinin su, elektrik, qaz, yanacaq təminatı, ekologiya və bank sistemi sahəsində ciddi problemlərlə mübarizə aparmalı olur. Düşmənlər hesab edirlər ki, onların təzyiqi və hərəkətləri nəticəsində İran çökə bilər. Lakin nəinki bu baş vermədi. Hətta İran xalqının gücü və birliyi bütün dünyanı heyrətləndirdi. Prezident İranlıların dözümlüyünü vurğulayaraq qeyd edib ki, analitiklər ölkənin bu qədər güclü təzyiqə necə tab gətirdiyini izah etməkdə çətinlik çəkir. Əziz xalqımız həqiqətən möcüzə yaratdı, deyə o qeyd edib. Pezeshkian həmçinin hökumətin mövcud çətinliklərin aradan qaldırılması üçün əlindən gələni etdiyini qeyd edib. Əlbəttə, problemlərin hələ də davam etməsinə görə xalqımız qarşısında utanırıq. Lakin bədənimizdə nəfəs olduğu müddətdə əziz xalqımıza xidmət edəcək, onun həyatını və rifahını yaxşılaşdırmaq üçün çalışacaq və bu böhranların öhdəsindən güclə gələcək.